Bir ayda rus dili öğrenmeye çalışırıq. Bugün artıq 7-ci günümüzdür və harada sualına cavab veririk. Məsələn, doma, evdə. Где-то, hardasan? Ya doma, mən evdəyəm. Ты дома, sən evdəsən? Он дома, o evdədir. İstifadəsi yəni çox sadə. Sadəcə məkanları öyrənməyimiz lazımdır. Və yaxud da на работе, işdə. Я на работе, mən işdəyəm. Ты на работе, sən işdəsən. Твой отец на работе, sənin atan işdədir. Formada da istifadə edə bilərik. Və yaxud da ki, belə verək. В Москве, Moskvada və yaxud da в Baku, Bakıda. Məsələn deyirəm, мой друг живет в Москве. Mənim dostum Moskvada yaşayır. Мои родители живут в Baku. Mənim valideynlərim Bakıda yaşayırlar. Və yaxud da ki, наш сосед работает в Москве. Bizim qonşu Moskvada işləyir. Bu formada dünən öyrəndiyimiz feilləri də işin içinə daxil edə bilərik. Bir neçə məkan daha verək. Məsələn, в парке, parkda, в банке, bankda, в школе, məktəbdə, в больнице, xəstəxanada və yaxud da deyə bilərik. На улице, küçədə, во дворе, həyətdə, в саду, bağda və yaxud da başqa nə deyə bilərik? На площади, meydanda, в офисе, ofisdə, в компании, şirkətdə. Bu şəkildə məkanlarımızdan da istifadə edə bilərik. Burada v və na önlüklərindən istifadə edirik. Sadəcə onların qaydası ayaqüstü izah olunacaq qədər asan deyil. Onların geniş izahlarını ödənişli Telegram kanalımızın qrammatika bölməsində tapa bilərsiniz. İstəsəz müraciət edib qoşula bilərsiniz. Onlar da orada paylaşılır.